Buğa bürcündə Günəş ilə bağlı olaraq təxminən 20 aprel-20 mayıs tarixləri arasında Buğa bürcündə olur. Buğa yerliləri haqqında xəritələrinin qalan hissəsi onlar haqqında nə deyirsə desin, çox möhkəm bir xüsusiyyət var. Çox vaxt etibarlı olsalar da, bu, adətən açıq şəkildə yardımsevərlikdən çox vərdiş şəklində özünü göstərir. Buğa bürcü yerliləri hissiyatlı insanlardır və buna seks də daxildir, lakin bu, bütün sahələrdəki zövqlərə qədər uzanır. Yemək, rahat bir yorğan, baxılacaq rəngarəng bir akvaryum, çiçək və ya bahar yağışı qoxusu, stereo cihazlarından gələn xoş melodiyalar və skaminen kimi hissiyatlı zövqlərdən zövq alırlar. Hətta bəziləri əksər insanlardan daha çox duyğularıyla yaşadıklarını söyləyə bilər. Buğa yerliləri işlədikdə çox çalışırlar. Onlar bunu nadir hallarda sürətli adlandırılacaq bir sabitliklə edirlər, bunun əvəzinə. Qarşılığını verən etibarlı, ağır və davamlı bir səydir. Təhlükəsizlik buğa üçün son dərəcə önəmlidir. Bəziləri fəal şəkildə var dövlət axtarır, digərləri isə rahat olmaqla kifayətlənirlər. Buğanın rahat anlayışı digər bürclərlə tam olaraq eyni olmaya bilər. Lakin rahatlıq şübhəsiz ki, onları hərəkətə gətirən qüvvədir. Əməksevər olmalarına baxmayaraq, sabit və rahatlığa düşkün quruluşları bəzən onları tənbəl göstərə bilər. Bunun yeganə səbəbi iş və əyləncəni çox yaxşı ayırmalarıdır. İşlədikdə çox işləyirlər və oynadıkları zaman əslində tam olaraq oynamırlar, istirahət edirlər. Ayaqlarını uzatmış bir günəş buğası oraya kök salmışdır. Onları hərəkət etdirmək üçün çox çalışmalı olacaqsınız. Zehni səviyyədə yəqin ki, eyni problemi yaşayacaqsınız. Buğalar şeylərə və fikirlərə bağlı qalırlar və inadkarlıqları ilə tanınmalarının səbəblərindən biri də budur. Buğa sabit bir bürcdür və onları yerində saxlayan ağlabatan ölçüdə ənənə və sabitliyə sahibdirlər. Buğa bürcü ilə əlaqələndirilən sahiblik hissi həyatın hər sahəsində bir şəkildə ortaya çıxır. Buğa bürcü şeylərə və bəzən insanlara sahib olmağı sevir. Gözəl bir ev, bir parça torpaq, bu sadə ola bilər. Ödənilmiş bir avtomobil, əvvəlcə qeyd edilən akvaryum, bir neçə ev heyvanı, bəlkə də sabit bir iş. Aşk və münasibətlərdə bəziləri tərəfindən qısqanclıq kimi qəbul edilə biləcək dünyəvi bir sahiblik hissi var. Lakin sahiblik hissi ilə qısqanclıq hissi arasında əslində olduqca böyük fərq var. Buğa bürcü yerliləri nadir hallarda qısqanc və dar düşüncəlidirlər. Lakin sevdikləri insanları özlərininki kimi düşünürlər. Bu, onların təhlükəsizlik hisslərinə töhfə verir. Buğa bürcündə ay buğaları üçün tanışlıq vacibdir. Bu insanlar torpaq elementi daşıyır və güclü iradəlidirlər. Duyğularını hissləri ilə dərk edirlər və yollarına olduqca bağlıdırlar. Maddi rahatlıqlardan zövq alırlar. Əslində möhkəm və rahat bir ev və əsas qurmaq özlərini təhlükəsiz və xoşbəxt hiss etmələrinə kömək edir. Ay buğalarını hər hansı bir şeyə məcbur etmək ağıllı bir davranış deyil, lakin bir dəfə qərar verdiklərində israrcı olurlar. Ay bu mövqedə olduqda onların yaxınlarına rahatlıq bəxş edən bir sabitlik var. Lakin bu yerlilərdəki mühafizəkar cizgi daha irəliləyiş yönümlü şəxsiyyətlər üçün əsəbi ola bilər. Dağınıq və ya qabaqcadan bilinməyən vəziyyətlərdən, böhranlardan və emosional nümayişlərdən qaçmaq üçün əllərindən gələni edirlər. Bunun əvəzinə ətraflarında etibarlı və təhlükəsiz bir həyat qurmağa fokuslanırlar. Münasibətlərdə ay buğaları partnyorlarının dəyişiklik, inkişaf və ya emosional stimul ehtiyacını asanlıqla fərq etməyə bilərlər. Buğa bürcündə ay yerliləri adətən çox romantik olurlar. Sevgiləri güclü, dərin və sarsılmazdır. Emosional və səmimidirlər. Buğa praktik bir torpaq bürcü olduğundan, ayın bu bürcdə yerləşməsi onların özlərini və maraqlarını qoruma qabiliyyətini göstərir. Əvvəlcə təhlükəsiz olduğunu və özləri üçün bir şey olduğunu müəyyən etmədən nadir hallarda hərəkət edirlər. Adətən buğa aylı şəxslərin etibarlı instinktləri olur. Fiziki dünyaya çox bağlıdırlar və çox vaxt xüsusilə inkişaf etmiş qoxu duyğusuna sahibdirlər. Ayın bu mövqeyində doğulan şəxslərlə münasibətlər adətən olduqca davamlı olur. Buğa bürcündə olan bir çox ay insanı ciddi münaqişələrlə qarşılaşsalar belə, yoldaşlarından ayrılmırlar. Buğa sabit bir bürcdür. Bu səbəbdən ayrılıqlar asanlıqla baş vermir. Sakitləşdirici bir sakitlikləri var. Əslində, onlara çatmaq üçün çox şey tələb olunur. Lakin, arada bir mərkəzdən uzaqlaşırlar. Məsələn, öz rutinləri pozulduqda ən uyğun insanlar olmurlar. Bir çox ay buğağı, onları dəyişiklik qarşısında olduqca müqavimətli edən inadkar bir xətə sahibdir. Nadirdir ki, spontan olurlar. Sürprizlərdən narahat olan bu yerlilər, sabitliyə dəyər verirlər. Ehtiyacları güclüdür, lakin eyni zamanda olduqca sadədir həyatda, yaxşı şeyləri sevirlər. 5 duyunun dünyası bu yerlilər üçün son dərəcə önəmlidir. Sabitlik və davamlılığa olan sevgiləri onları rutinə əsir edə bilər, lakin sadiq və bacarıqlı insanlardırlar. Buğa bürcündəki Merkuri kişiləri və qadınları yeni bir layihəyə başlamaqda ləng ola bilərlər, amma başladılarsa sonuna qədər gedərlər.
Lakin onları hərəkətə keçirmək üçün biraz təkid etmək lazım gələ bilər. Onlar sağlam düşüncəyə sahibdirlər. Bu insanlar məlumatı emal etməkdə hisslərinə güvənirlər. Qoxular, səslər və əhval hamısı bu prosesdə istifadə olunur. Ünsiyyət tərzləri bəzən ləng və ölçülü ola bilər. Bu insanların etdikləri şeylərdə olduqca diqqətli olduqları hissinə qapıla bilərsiniz. Boğa bürcündəki Merkuri yerli insanlarında sakit bir xüsusiyyət var. Danışdıqları zaman adətən dağılmır və ya həddindən artıq emosional olmurlar. Nəticədə başqaları onları həqiqətən dinləyir. Onları ciddi qəbul edirlər. Bürcün praktikliyi adətən olduqca sarkazmlı şəkildə ortaya çıxır. Amma Boğa bürcündəki Merkuri insanlarının ümumilikdə xoş ünsiyyət tərz var. Əslində, necə varsa elə də demək tərzləri ilə olduqca gülməli ola bilərlər. Merkurinin bu mövqeyinə sahib bir çox insanın xüsusilə xoş səsləri olur. Boğa bürcünün realist xüsusiyyəti danışıqda tez-tez ortaya çıxır, buna görə də ifadələrinin bəzəkli və ya süni olması çox da mümkün deyil. Əvəzində olduqca avtoritetli ola biləcək realist bir tonla danışırlar. Öyrənməyə gəldikdə, Boğa bürcündəki Merkuri nümayişləri, konkret cavabları və əsas anlayışları üstün tutur. Bu yerli insanlar öyrənməyə çalışdıqları nəzəriyyələrin real həyatda istifadəsini gördükdə daha yaxşı öyrənirlər. Bu, onların abstrakt anlayışları qavrayamadıqları mənasına gəlmir. Sadəcə olaraq məlumatı daha yaxşı emal edirlər. Əgər onu şəxsiləşdirə bilirlərsə, mənə nə faydası olacaq və praktik dünyaya bağlaya bilirlərsə, Boğa bürcünün şeyləri təbii olaraq mənim üçün nə edə bilər? Akşamın aspektindən dəyərləndirməsi maraqlıdır. Merkuri bu bürcdə yerləşdikdə, məlumat belə bir süzgəc prosesi ilə emal olunur və qəbul edilir və ya rədd edilir. Yaxşı inkişaf etmiş rəng, qoxu və toxunma hissi Merkuri üçün bu mövqenin xarakterik cəhətləridir. Bu insanların yaxşı təyin olunmuş zövqləri olur və bunlar 5 hiss üzvlərinin ətrafında fırlanır. Günəş bürcü, Qoç və ya Əkizlərdədirsə, bu insanlar əslində olduqlarından daha inadkar görünə bilərlər. Qərar qəbul etməyə ciddi yanaşmaları var və fikirləri adətən çox praktik və faydalıdır. Boğa bürcündəki Venera, Boğa bürcündəki Veneraya olan sevgi fiziki dünyaya və rahatlığa yönəlmiş olur, hisslərə xitab edən mühitlərdən zövq alırlar. Bu insanlar özlərini möhkəm və rahat şəkildə əks etdirirlər. Əslində, davranışlarında elə bir şey var ki, onların qanedici sevgililər və partnyorlar olacağına dair vəd verir. Günəşləri Qoç və ya Əkizlər kimi daha spontan bürclərdə olsa belə, münasibətlərində müəyyən bir dərəcədə öncədən bilinənlik və etibarlılığa ehtiyac duyurlar. Boğa bürcündəki Venera kişiləri və qadınları sevgidə sahibkar ola bilərlər və münasibətlər və sevgi kontekstində sürətli və enerjili vəziyyətlərdən təhdid hiss edərlər. Bunlar çox toxunmağa əsaslanan sevgi ifadələri tələb edən ehtiraslı partnyorlardır. Sevgililəri Boğa bürcündəki Veneranın biraz çox rahat və sabit hala gəlməsindən şikayət edə bilərlər. Münasibətlərində dəyişikliyə müqavimət göstərmələri doğrudur, amma bir rutində ilişib qalmış kimi görünsələr belə, onların daim eyni və sadiq partnyor olduqlarını xatırlayaraq rahatlaşa bilərsiniz. Boğa bürcündəki Veneranı razı salmaq üçün sədaqətinizi və onun üçün olan dəyərlərinizi vurğulamalısınız. Sevgi məsələlərində onlara uyğunlaşmalı ola bilərsiniz, çünki onlar sizə asanlıqla uyğunlaşmayacaqlar. Onlarla fiziki təmas qurun, rahatlaşdırıcı şeylər edin. Onları sevgidə sıxmayın, onlara bol-bol vaxt verin. Boğa bürcündəki Venera ilə münasibətdə olsanız, yəqin ki səbirli olmalı olacaqsınız. Sadə və təbii olmağı unutmayın, Boğa bunu qiymətləndirəcəkdir. Onlara rahat və zövqlü bir vaxt vəd edir. Boğa bürcündə Mars yavaş və sabit olan yarışı qazanır. Bu, Boğa bürcündə Mars üçün asanlıqla bir şüar ola bilər. Bu məqsədyönlü insanlar sürətləri ilə tanınmazlar, lakin dözümlülükləri möhtəşəmdir. Adətən sakit və rahat olan Boğa bürcündə Mars yerliləri həddindən artıq təhrik olunduqda güclü qəzəb göstərə bilərlər. Adətən başqaları qədər tez özlərini itirməzlər. Xəritələrində Qoç nəzərə çarpacaq deyilsə, Boğa bürcündə Mars insanları gücə və sabitliyə önəm verirlər. Təhlükəsizlik və şəxsi əşyalara qarşı xüsusi bir bağlılıqla hərəkət edirlər. Çoxu istədikləri şey üçün çalışmaqdan çəkinmir və Mars EN bu mövqeyində ümumi bir səbirlilik olur. Məqsədlərinə çatmaq illər sürərsə qoy sürsün. Bu mövqedə Mars altında doğulan insanlar adətən olduqca şəhvətli olurlar. Bəziləri yavaş hərəkətlənir, lakin onların şəhvəti torpaq enerjili və güclüdür. Çoxunun yaxşı müəyyənləşdirilmiş uzun müddətli hədəfləri və onlara çatmaq üçün qərarlılığı olur. Adətən eyni anda çox layihə ilə məşğul olan insanlar deyirlər. Əgər bacarmayacaqlarını düşünsələr, heç başlamazlar. Bu insanları bir mövzuda qərar verdikdən sonra hərəkətə gətirmək demək olar ki, mümkünsüzdür. Onların sizinlə alış-verişə getmələrini istəyirsiniz. Təəssüf ki, təxminən yarım saat əvvəl rahat geyimlərini geyinib oturublar və bir daha qalxmayıblar. Qərarını vermiş Boğa Mars ilını təsvir etməyin tək yolu sarsılmazlıqdır. Uyum qabiliyyəti onların güclü tərəfi deyil.
Eyni şəkildə, Buğa bürcündə Mars tələsdirməyə çalışmaq sadəcə məyusluqla nəticələnəcək bir dərsdir. Onlar əksər hallarda sürətlərini dəyişməzlər. Lakin bu qəribəlikləri aşa bilsəniz, Buğa bürcündə Mars yerlilərinin adətən olduqca etibarlı və güclü şəxsiyyətlər olduğunu görəcəksiniz. Gözləməyə dəyər ola bilər. Buğa yüksələn yavaş, sabit və bacarıqlı Buğa yüksələn bürcü ilə doğulan fərdləri bu sifətlərlə rahatlıqla xarakterizə edə bilərik. Bu yerlilər möhtəşəm dözüm və davamlılıq gücünə sahibdirlər. Əhəmiyyət verdikləri insanlara qarşı adətən olduqca sadiqdirlər. Çox vaxt xaricdən güclü görünməsələr də, şəxsi bir varlıqları vardır və sabitlik yayarlar. Yüksələn bürc adətən insanların yeni bir şeyə necə başladığını göstərir. Buğa, təbiəti etibarilə dəyişikliklərə müqavimət göstərən bir bürcdür. Buğa, yüksələn yerlilərini inandırmaq çətin ola bilər. Onlar adətən olduqca inadkar və dəyişməz düşüncəlidirlər. İlk reaksiyaları balıq kimi ətrafı ilə uyğunlaşmaqdan daha çox, 5 duyğu vasitəsilə hiss etməkdir. Yaxşı inkişaf etmiş qoxu və toxunma duyğularına sahibdirlər və maddi dünyaya reaksiya verirlər. Onların həyata yanaşması praktikadır. Təhlükəsizlik yeni bir şeyə başlamazdan əvvəl düşüncələrinin əsasını təşkil edir. Buğa yüksələn yerliləri adətən olduqca diqqətli və ehtiyatlıdırlar. Yüksələndə sabit bürc olanlar, elastiklikləri ilə tanınmazlar. Əksinə, qərarlı və tək istiqamətli düşüncəyə sahibdirlər. Digərlərinə nisbətən Buğa yüksələn insanlar həyatda yaxşı şeylərə üstünlük verirlər. Özünə düşkünlük, bu yüksələnə sahib, bir çox insan üçün zəiflik ola bilər. Adətən bir şəkildə kolleksiyaçı olan Buğa yüksələn yerliləri maddi varlıqlarına böyük dəyər verirlər. Buğa bürcü, yüksələn olan fərdlər onları rahat hiss etdirən keyfiyyətli geyimləri geyinməyi üstün tuturlar. Görünüşlərində nadir hallarda nümayişkaranədirlər. Bir çoxunun güclü və möhkəm bədən quruluşu olur. Ortaqlıqlarda adətən olduqca sahiblənici olan bu yerlilər münasibətlərini asanlıqla pozmazlar. Xüsusilə qısqanc olmasalar da, partnyorlarını şəxsi mülkləri kimi görürlər. Dərinlik və sədaqət Buğa yüksələn yerlilər üçün xüsusilə önəmlidir. Onlar təkbətək, sabit ortaqlıqların verdiyi rahatlığı üstün tutan olduqca şəhvətli insanlardır. Buğa yüksələn fərdlər uyğunluq və sakitliyə dəyər versələr də ortaqlıqları ehtiraslı tərəfdə ola bilər. Belə videoların davamı üçün kanala abunə olmağı unutmayın ki, digər bürclər haqqında vaxtında məlumat ala biləsiniz.